Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 3 sotun içərisində 4 otaqlı ev satışa çıxarıldı. 125 min manata. Kupçalı evdir, paket kupçalı ev. Bax, görürsünüz. Evin kvadratı 130.10. 130 kvadratdan da çox evin kvadratıdır. Neçədir? 10 yarımın 15'e tək evdir. Evin 4 bir tərəfinə keçmək yeri var. Bax belə. Arkada 2 metr məsafəsi var evin arxasında. 4 bir tərəfə fırlanmaq olur. Qazı, suyu, işığı, kanalizasiyasındakı mərkəzidir. Yerləşdiyi ərazini bir də deyirəm, Tərlan Şadlıq Sarayının arxasındadır. Yəqin ki, bir 300 metr, 250-300 metr məsafəsi olar. Ümumi həyəti görün, bax, çox böyük həyəti var, çünki 3 sotdur ümumi ərazisi. Bax, görürsünüz. Bura qədər gəlirəm, tam görəsiz. Trapı da buradadır, darvazanın üstündə də belə kaziroku var. Ağac əkməyə yerləri var, xüsusi burada saxlanılıb. Burada, bax, belə bir şey var. Bir dənə bunu zəhmətimizə göstərək. Bu iş gedir, burada yekunlaşacaq. Kombi bura qoyulacaq da. Kombini bura qoyulur, əlavə və əşyaları, veşləri yığmaq üçün xüsusi burada yeri var. Burada birinci aşağı, yəni evin altının padvalıdır bura. Amma çox genişdir. Bir dənə zəhmətimizə yaxınlaşın. Bax, burası betondur, buraları atmadır. Atmaları da qalın taxtalardır, sıx-sıx atılıb. Buradan fundamentində görürsünüz. Bax, toluna qədər qoyulub, görürsünüz. Həqiqətən çox yüksək keyfiyyətlə tikilib. Kurqavoy hamısı qoşadaşdır, ara kəsmələrinə qədər qoşadaşdır. 125 min manatadır. Bax, bu gördüyünüz kupçalı ev, 130 kvadratlıq evdir. Qiymətində indirim olunacaq. Mütləq gəlin bu evə, baxın, yaxınlaşın zəhmət olursa. Neçə daş kürsülüdür? 12 daş kürsülüdür. 12 daş kürsülü. İndi işlər gedir elə, tamamlanma işləri. Mən tez gəlib bunu çəkdim ki, siz bunu bu vəziyyətdə görəsiniz. Pilləkənlə bura çıxandan sonra, bax, pilləkənlə çıxandan sonra belə bir balkonu var. Bax, belə bir böyük balkonu var. Yaxınlaşın bura. Pəncərəsi kollektiv pəncərələrdir, şəbəkə pəncərələrdir. Şəbəkə pəncərə. Qapısı daşı, bax, o bursu qapılardan. Yəni, bu adi standart qapıdır. Yəni, burasına da baxaq. Çox səliqə səhmanlı evdir. Ayaqqabı ilə gedək. Bax, koridorun böyüklüyünə baxın. Siz təsəvvür edin, evin özü neçə oldu bir də deyin zəhmət olmasa? 10-50-nin 15'e tək evdir, bax. Evin ölçüsüdür. Bax, koridorun böyüklüyünə baxın. Ataplenin yeri qoyulub burada, radiatorun yeri. 2 yerdə. Biri orada qoyulub. Koridor çox böyük olduğuna görə biri orada qoyulub, biri burada qoyulub. Hardan başlayaq? Mətbəxdən başlayaq. Ay maşallah. Bax, bu evin mətbəxinə baxın. Çox böyük, geniş mətbəxdir. Baxın, görürsünüz mətbəxi. Bura istipoldur yəqin. Hə, bütün monolitdir də bura. Monolit istipoldur. Mebel arası keramikası da vurulub. Bütün nöqtələrin, xəttlər hamısı atılıb. Televiziyentin yerinə qədər mətbəxdə qoyulub. Bilmirsiniz mətbəx neçədir? 5'in 4'dədir təsəvvür. 20 kvadrat tək mətbəxidir. Bu da qonaq otağıdır. Yeni zalıdır. Baxın, televiziyentin görürsünüz nə qəşəng səliqəli yer ayrılıb. Televiziyentin yeridir. Pəncərəsi də iri pəncərədir, böyük pəncərə. Zal neçədir? 7.50'nin 3.40'a qonaq otağıdır. 125 min manatadır bu ev, Saray qəsəbəsindədir. Sonra, buradan sanitar qovşağına baxaq. Görürsünüz nə boyda bir sanitar qovşağı, baxın. Duş kabinanın yerinə qədər qoyulub. Bax belə. Sonra yataq otaqlarına baxaq. Məsələn, bu bir yataq otağıdır. Ən balaca yataq otağı, bax burada. Neçədir? 3'ün 3.80'da. Ən balaca yataq otağı, 3'ün 3.80'da. Sonra obuslarına bir dənə baxaq. Bu yataq otağı neçədir? 3'ün 5'e. Bu yataq otağı da görürsünüz. 3 metrin 5 metre. Bu yataq otağı da 130 kvadratdan çoxdur evin içərisi. Kupçada elə yazılıb. Sonra bir yataq otağı buradadır. Bu neçədir? 4 yarımın 4'e. Bu yataq otağıdır. Bir də yataq otağı, biri burada. Şu? Hə, ümumilikdə 4 otaqlıdır. Zəhmətimiz yaxınlaşın bura. Deməli, bir də izah edirəm, Saray qəsəbəsində Tərlan Şadlıq Sarayının arxasında 250 metr, bəlkə də bir 200-250 metr məsafəsi var. Kupçanı göstərdim sizə, qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. Nəqd satışda yararlıdır, ipotekada yararlıdır. Qiymətində mütləq indirim olacaq. Hələ bu başlanğıc qiymətidir. İnşallah gəlib bu evə baxın, böyük evdir. 3 sotun içərisində 4 otaqlı evdir, altında göstərdim, bütün otaqlara keçmək üçün yeri var. Şəxsi tikilidir bu ev, demək olar, şəxsi tikili evdir. Qalanı da inşallah gələndə burada sizə canlı göstərəcəyik. Sağ olun.